1990-cı il. Yanvarın 17-dən 18-nə keçən gecə 978 saylı Sovet hərbi qatar eşelonu Azərbaycana daxil oldu. Hədəf paytaxt idi. Amma hərbi qatar gözləmədiyi halda şimal cəmaatının ciddi müqaviməti ilə qarşılaşdı. 70 il əvvəlki kimi insanlar arasında relslərin üzərinə uzanaraq ölümə razı olanlar da var idi. Tək ki qatar Bakıya doğru irəliləməsin. Yanvarın 16-sından etibarən xalq Samur-Xaçmaz bölgəsində müəyyən yolları bağlamağa başladı. Ayın 17-sində hərbi qatarın Yalama stansiyasına yaxınlaşması haqda informasiya alan Xaçmaz əhalisi dəstək üçün Quba, Qusar və Dəvəçi cəmaatına xəbər göndərdi. 10 minə yaxın insanın iştirakı ilə böyük bir miting keçirildi. Dəmir və avtomobil yolları bir neçə istiqamətdə bağlanıldı. Kütlə həmin gün Xaçmaz, Yalama və Xudat dəmir yol stansiyalarını nəzarətə götürdü. Azərbaycanla Rusiya arasındakı Samur keçid məntəqəsində çayın üzərindəki böyük körpü bloklandı. Şirvanovka, Xanoba və Nabran kəndlərində də postlar quruldu. Beləliklə, əsas girişlər bütünlüklə qapadıldı. Deyilənə görə, Dərbənd Azərbaycanlıları da öz dəstəklərini müxtəlif sahələrdə göstərmişlər. Həmin vaxt paralel olaraq həm hərbi eşelonun rəisi, həm də partiya rəsmiləri şimal cəmaatı ilə danışıqlar aparırdı. Onlar qatarın qarşısının açılmasına və eşelonun Bakıya hərəkət etməsinə çalışırdı. Yanvarın 18-də vəziyyətin mürəkkəbliyini başa düşdülər və axşam əmr verildi ki, eşelon geri qayıtsın. Beləliklə, xalqın müstəqilliyi olan əzmini onlar hələ 200 gün əvvəl şimalda şahid oldular. 20 yanvar hadisələri zamanı şəhid olanları qalib xalqın nümayəndələri kimi yad edir, o dövrün qəhrəman iştirakçılarına can sağlığı, vəfat edənlərə isə Allahdan rəhmət diləyirik.